Digər qonağımız, əziz tamaşaçılarımız, Kral Layihə və Dizayn şirkətinin mərkəzinin daha doğrusu rəhbəri Elnur Bayramov bizimlə bərabərdir. Elnur bəy, siz də xoş gəlmişsiniz. Çox sağ olun, xoş gününüz. Dəvət üçün təşəkkürlər. Biz təşəkkür edirik. Çatdırmaq istəyərdim ki, qanunvericiliyimiz əsasən fərdi yaşayış evlərində ancaq memarlıq planlaşdırma layihəsi işlənilir. Amma mən istəyərdim ki, konstruksiya layihəsi də işlənilsəydi, həminki evin tikinti zamanı daha yüksək səviyyədə inşa olunmasına çıxardardı. Amma fərdi yaşayış evində layihədə əgər hansı hissələrə sütunlar qoyulubsa və yaxud da hansı hissələrdə qapı pəncərə hansı ölçüdədirsə, elə məsləhətdir ki, həmin ölçüdə də saxlansın. Elnur bəy, nəsə əlavələriniz var? Ümumiyyətlə, Şahin bəyin dediyi təklif və fikirlərlə razı və yaxud da narazı? Təkliflərindən çox razıyam. Sadəcə onların hamısını eləmək mümkünsüzdür. Amma olsa tikililərimizin keyfiyyəti çox yaxşı olur. Çünki hal-hazırda ən böyük səhvlər fərdi evlərin inşasında olur. Çünki fərdi evlərin inşasında çox vaxt şirkətlər yox, belə fərdi şəxslər, ümumiyyətlə inşaatla heç bir sahəsi ilə də əlaqəsi olmayan şəxslər bu dəqiqə ev inşa edirlər, ev satılır və ən çox da keyfiyyətsiz evlər həmin o mütəxəssis olmayan şəxslərin evləri inşa etməsindən əmələ gəlir. Fərdi yaşayış evlərində içində olmaqla istisnasız bütün tikililərə Fövqəladə Hallar Nazirliyi gəlib yoxlama aparma və tikintiyə cavabdeh və səlahiyyətli şəxs fövqələdədir. Bunun üçün də xüsusi fərmanlar və sərəncamlar var ki, fərdi yaşayış evlərinə də Fövqəladə Halların tikintidə təhlükəsizliyi gəlib baxmalı və texniki rəyini verməlidir sonda. Amma tikililərin sayı çox olduğundan Fövqəladə Hallar bunu çatdıra bilmədikləri üçün bu qalıb artıq sizin kimi, bizim kimi şirkətlərin və oradakı iş icraçıların savadına mı deyim, insafına mı deyim, ya qabiliyyətinə mi ki, ona görə də fərdi evlərdə səhvlərin sayı çox olur. Amma ümumiyyətlə dövlət heç bir tikintini nəzarətsiz qoymamalıdır və bu qanunla və müvafiq fərman və sərəncamlarla tənzimlənib. Hətta siz həyatda tövlə tiksəniz belə, o tikintiyə cavabdeh dövlət orqanı var. O tikintini hər hansısa bir şirkətin və yaxud da fiziki şəxsin öhdəliyinə qoyulması dövlət tərəfindən mümkünsüzdür. Belə bir şey yoxdur.